Salam, hər vaxtınız xeyir olsun. Bu gün Pythonda proqramın yazılmasına aid suallara baxasıq. Deməli 3 dənə sual yazmışam bura. Onları istəyirəm ki, ətraflı izahına baxaq. Deməli, birinci sualımız belədir. Bu sual 7-ci sinifin səviyyəsində olan suallardır. Yəni bunları 7-ci sinifin dərsliklərindən toplamışam. Deməli, həm də yəni bu tipli suallar əslində orta və ya çətin tip hesab oluna bilər. Çünki miqdə də istifadə olunur. Həmçinin DIM-də, yəni qəbulda da istifadə olunur. Deməli, 3 rəqəmli ədədin rəqəmlərini toplayan Python proqramını yazın. Burada da nümunə verib ki, məsələn 567 ədədi üçün 5 + 6 + 7 bərabərdir 18 cavabı ekrana çıxsın. 3 rəqəmli ədədin rəqəmlərini toplayanda ilk öncə biz anlamalıyıq ki, burada bu bu ədədin rəqəmlərini necə toplayır? Yəni 567-dən 5, 6, 7-ni necə əldə edir? Bunun üçün isə baxırıq ki, məsələn mən 567-dən 7-ni çıxartmaq üçün ona bölünməsindən alınan qalığı tapmalıyam. Çünki 567 məlum məsələdir ki, hər hansısa bir ədədi ona böləndə qalıq sonuncu rəqəm olur. Deməli 7-ni tapdım. 7-ni tapmışam. 7-də problem yoxdur. Sonra indi 6-nı tapmalıyam, bir də 5-i tapmalıyam. İndi 5-i tapaq ya da 6-nı fərqi yoxdur. 6-nı tapaq yaxşı. Sıra ilə gedək. Deməli 6-nı tapmaq üçün baxıram ki, burada mən belə eləyərdim. Məsələn, 567-ni 10-a böləndə tam hissə 56 düşür, düzdürmü? 56. 56-nı da 10-a böləndə qalıq neçə düşür? 6 düşür. Yəni ki, bu ikisini mən birləşdirsəm, yaza bilərəm ki, 567-nin 10-a bölünməsindən alınan tam hissənin 10-a bölünməsindən alınan qalıq. Bu da 6 olacaqdır. Heç 6-nı da tapdıq. Bir də burada bir şey qeyd edeyim, onu başda qeyd etməliydim əslində. Bu tam bölmədir. Yəni yəqin ki, bilirik çoxumuz, amma bilməyənlər üçün. Bu isə qalıqlı bölmədir. Qalıqlı. Yəni adi bildiyimiz riyaziyyatdakı tam bölmədən, qalıqlı bölmədən söhbət gedir. 6-nı da tapdıq, 7-ni də tapdıq. İndi 5-i tapaq. 5-i tapmaq da asandır. Deməli 5-i tapanda baxıram ki, mən 5-i tapmaq üçün, yəni 567-ni 100-ə bölsəm, kifayətdir. Tam hissəsi 5 olacaq, qalıq 67 olacaq. Ancaq ki, bizə tam hissə, yəni bu tam hissə olduğuna görə 5 çıxacaq. Deməli, 5-i də tapdım, 6-nı da tapdım, 7-ni də tapdım. İndi bunun proqramını necə qururuq? İlk öncə mən bu ədədi daxil etməliyəm. Məlum məsələdir ki, ədəd tam tipdə olduğuna görə mən bunu int dəyişəninə daxil edəsiyəm. Yəni n bərabərdir. Yəni burada n-dir, a-dır, b-dir. Yəni nə yazmağımızın bir fərqi yoxdur. N bərabərdir int input. Bu inputun içərisinə dırnaqda məsələn ədədi daxil et və yaxud da məsələn belə də yazmaq olardı ki, n bərabərdir sual işarəsi və s. nə istəsək yaza bilərik. Yəni bunun içərisində yazılan bir şey olsa da olar, olmasa da olar. N-i daxil elədim. İndi bunları toplamaqla söhbət gedir. Deməli mən yazıram ki, A bərabərdir, B bərabərdir, C bərabərdir. A-nın yerinə deməli mən A-nı eləməliyəm ki, sonuncu rəqəm, B ortancı rəqəm, C də birinci rəqəm bizə versin. Sonuncu rəqəmi necə tapmışdıq burada? Baxın, həmin ədədin 10-a bölünməsindən qalıq. Yəni yazıram ki, n-in 10-a bölünməsindən qalıq. Bu sonuncu rəqəmimi verəsidir. Sonra ikinci rəqəmi necə tapmışdıq? Baxın, buraya yazmışam. Deməli yazıram ki, n-in 10-a bölünməsindən tam hissə və həmin ədədin 10-a bölünməsindən qalıq. Bir dənə burada biraz bu qəliz ola bilər, ancaq o da yəni çox da qəliz bir şey deyil. C-də sonuncu isə yəni 5 rəqəmi idi. 5 rəqəmində də baxın burada yazmışam ki, 567-nin 100-ə bölünməsindən tam hissə, demək 3 rəqəmdə də 100-ə bölən tam hissə də onun birinci rəqəmini verir. N-in 100-ə bölünməsindən tam hissə. Sonda da print, yəni onu çap etməliyik qiyməti. Qiyməti çap etmək, yəni bunların cəmini çap etmək üçün də A, B və C-ni neyirəm? Cəmləyirəm və printdə də onların cəmi ekrana çap olunur. İndi bir dənə başqa rəqəmin üstünə yoxlayaq, məsələn ədədin üstünə. Məsələn, n-in təsəvvürünü daxil edim, 346. 346 özümdən daxil elədim. A bərabərdir n-in 10-a bölünməsindən qalıq. 346-nın 10-a bölünməsindən qalıq olacaqda 6. Düzdürmü? Bəli. Sonra 346-nın 10-a bölünməsindən tam hissə
nin 10-a bölünməsindən qalıq. 346 10-a bölündə tam hissə 34 olur. 34-ü 10-a böləndə qalıq 4 olur. Sonra 346-nın 100-ə bölünməsindən tam hissə isə 346-nın içərisində 100 məlum məsələsi 3 dəfə yerləşir. 3 və A plus B plus C-ni də yazanda A nədir? 6 plus B 4 plus C-də 3 bərabərdir 13. Hansı ki bu 13, buradakı 346-nın 3, 4, 6-nın rəqəmlərinin cəmidir. Burada ABC-nin yerini dəyişikliklə yaza bilərsiniz. Birinci 3-ü, 4-ü, 5-i, 3-ü, 4-ü, 6-ı sıra ilə də yaza bilərsiniz. Yəni onun bir əhəmiyyəti yoxdur. Toplanılan yerin dəyişəndə cəm dəyişmir. Ümid edirəm ki, bu sual aydın oldu. İndi keçək ikinci suala. Eynən bu ikinci sualda 7-ci sinifin proqramından götürülüb. Deməli, sual belədir ki, n ədədi daxil edilmişdir. Elə proqram tərtib edin ki, 1-dən n-ə qədər bütün cüt ədədlərin cəmini hesablasın. Burada nümunədə yazmışam ki, məsələn, n bərabərdir 7 olsa əgər, 2, 4, 6. Yəni, 7-yə qədər ki, cüt ədədləri toplamalıdır. Baxın, burada bir şey var ki, biz cüt ədədin artmasını bilməliyik. Məlum məsələdir ki, cüt ədəd 2 artır, tək ədəd də 2 artır. Yəni, burada bir fərq yoxdur. Ən kiçik cüt ədədimiz neçədir? 2-dir. Yəni, mən burada ədədimi 7 də versəm, 70 də versəm, 17 də versəm, 35 də versəm, fərq yoxdur. Bu 2-dən başlayasıdır və həmin ədədə qədər artasıdır və həmin ədədə çatanda, yəni 6, məsələn, 7-yə çatmağa bir dənə qalıbdır, çatanda dayanasıdır. İndi biz burada proqramı belə qura bilərik ki, ilk öncə nə etməliyik? Təbii ki, ədəd daxil etməliyik. N bərabərdir int input. Bu səfər yazasıyam. Bu ədədi nə daxil et. Yəni dediyim kimi yazırlar, dediyim kimi bunu yəni yazsaq da, yazmasaq da heç bir əhəmiyyət kəsb eləmir. Yəni bura yaza da bilərik, yazmaya da bilərik. Sadəcə ki, bu print verəndə orada bu söz görünəsidir. Sonra n-i daxil elədim. İndi mən burada nə edirəm? Deməli, n-i daxil elədik. Sonra yazıram ki, A bərabərdir 2. Baxın, bu A hansı A-dır? Buradakı 2-nin qiymətini mənimsətmək üçün bir A-dır. Yəni, ən kiçik cüt ədədimiz 2-dir, onu göstərir. Bir dənə də K daxil edirəm. K da olsun 0, S də yaza bilər. Əsasən cəmisindən göstərilir, K yazdım. K da yəni bunları 2, 4, 6 bunları cəmləmək üçün bir dəyişəndir. Yazıram ki, while burada bu while dövründən istifadə edəsən. While A kiçik bərabərdir. Yəni Python kimi yazdım. N. Yəni nə qədər ki A n-dən kiçikdir, nə edir? K bərabərdir K plus A. Və A-nı da hər dəfə 2 vahid artıraq. Çünki cüt ədədlər artmalıdır. Deməli, baxın, bir şeyə fikir verin burada. A artır və hər dəfə yoxlayır. N-dən kiçikdirmi? Hə deyiriksə bunu toplayır. Yenə artır və s. Əgər kiçik olmasa, axırda print də nəyi çap etməlidir? K-nı çap etməlidir. Budur. İndi bir dənə qiymət verək. Burada özümüzdən yazaq. Bir dəqiqə. Deməli, məsələn, n-i mən daxil etmək istəyirəm 13. 13 qiymət. Deməli, baxıram, A neçədir? Biraz böyük ədəd daxil elədim, neysə. A neçədir? 2. 2 kiçik bərabərdir 13-dən. Deyirəm, hə. K bərabərdir. K plus A. K-mız 0-dır. Baxın burada. 0 plus 2. A bərabərdir. A plus 2. Yəni 2 plus 2. 4. Sonra 4 kiçik bərabərdir 13. Deyirəm, hə. K bərabərdir. K budur da 0 plus 2. Yəni 0 plus 2 plus A-mızın da bu qiymət nədir? 4. Sonra A olasıdır 2 plus 2 plus 2. Yəni 4 plus 2. 6. Sonra A oldu 6. 6 kiçik bərabərdir 13-dən. Deyirəm, hə. K olur 0 plus 2 plus 4 plus 6. A da olur 6 plus 2. Sonra 8 olur da bu. 8 kiçik bərabərdir 13-dən. Sonra K bərabər olur 0 plus 2 plus 4 plus 6 plus 8. A da olur 8 plus 2. Bu şəkildə bu davam edir. Yəni bir dənə addım qaldı da yazmadım. Yəni burada axırda K alınır ki 0 plus 2 plus 4 plus 6 plus 8 plus 10 plus 12. Bu qədər. Bunları cəmləyir və sonunda da nəticəni nə edir? Burada printdə çap edir. Ümid edirəm ki, bu sual da aydın oldu. İndi keçək buradakı bu tapşırığa. Bu tapşırıq deyərdim ki, bunların içərisində ən çətinidir. Biletin nömrəsini yoxlayan, onun uduşlu və ya uduşsuz olduğunu təyin edib əks etdirən proqramı yazın. Biletdə 4 rəqəm var. Yəni bu 4 rəqəmli bir ədəddir. Uduşlu biletlər içərisində 7 rəqəmli olan biletlərdir. Burada
biz nə etməliyik? Yəni ki, orada olan 4 dənə rəqəmin hər birini araşdırmalıyıq və 7 rəqəmi varsa, biz deməliyik ki, bu bilet uduşludur. Heç birində 7 rəqəm yoxdursa, deməliyik ki, uduşsuzdur. Burada baxın, bayaqki o birinci sualdakı kimi əslində bu. Məsələn, mən yazıram ki, 4670 4675. 4675 yazdım. Baxın, deməli bu uduşlu bilet, düzdürmü? Çünki içərisində 7 var. Amma mən yazıram məsələn 6681. Bu uduşsuzdur. Çünki içərisində 7 ədədi rəqəmi yoxdur. Baxın, bunu necə anlayasıyıq? Biz burada bayaqki kimi hər bir rəqəmi analiz etməliyik. Məsələn, mən buradakı 4 rəqəmli ədədin hər bir rəqəmlərini necə analiz edəsiyəm? Eynən bayaqki kimi. Məsələn, 6681 yazdım. Onun sonuncu rəqəmi necə tapılır? Sonuncu rəqəm dedik ki, 10-a bölünməklə tapılır. Yəni 10-a bölünəndə qalıq sonuncu rəqəm verir. Sonra birinci rəqəm 4 rəqəmli ədəddir deyə 1000-ə bölünəndəki tam hissə olasıdır. Biraz qarışıq tapıram ki, niyə? Birinci asantılarını tapaq. 1 ilə 6-nı tapdım. İndi qaldı bu ortadakı 6 ilə 8. İndi bu 6-nı tapıram, ikinci 6-nı. İkinci 6-nı da belə tapa bilərik ki, deməli 6681-i 100-ə bölsəm, düşəsi də 66, düzdürmü? Onu da 10-a bölsəm, bura 100 olmalıdır, 10 yazdım. 10-a bölsəm, qalığı düşəsi də 6. Bu 6 da o 6-dır və 8-i tapaq. 6681-i 8-i tapmaq istəsəm, 10-a bölsəm, tam hissə necə düşür? 668. Onu bir də 10-a bölsəm, qalığı da düşəsi də neçə? 8. Düzdürmü? Düzdür. İndi bunu biz bir-bir proqramda yerinə yazmalıyıq. Deməli, proqramda biz onu necə yazasıyıq? Deməli, ilk öncə biz ədədi daxil eləməliyik. N bərabərdir 4 rəqəmli ədədi. Int inputla məlum məsələdir ki, bunu daxil eləyəsiyik. Düzdürmü? Bəli. İndi baxın, deyirəm ki, if, yəni əgər, birinci bunu yazıram. N ədədinin 10-a bölünməsindən alınan qalıq 7-dirsə, 7 olmalıdır. 7-dirsə, bu desin ki, uduşlu bilet. Məsələn, uduşlu bilet. Tamam mı? Yəni birinci deyəndə, yəni sonuncu rəqəm oldu əslində. Fərqi yoxdur. Yəni birinci siz sonuncu rəqəm yazdınız ya birinci rəqəm yazdınız, fərqi yoxdur. Oradakı bütün rəqəmləri analiz edib, bax orada içərisində 1 dənə, 2 dənə fərqi yoxdur. Nə qədərsə 7 rəqəmin görürsə, uduşlu bilet deyir. 7 rəqəmin görmürsə, uduşsuz, yəni bəxtinizi bir daha sınayın və yaxud da uduşsuz bilet bu tipli bir söz deyir. Deməli, indi bunu elədik. Yaxşı, bəs birinci ədəd 7 deyilsə, yəni birinci ədəd deyirəm hər dəfə, sonuncu ədəd, yəni ki, 10-a bölünəndə alınan qalıq 7 deyilsə, onda nə edirik? Onda yazırıq ki, else, yəni ki, əks halda. Əks halda bu səfər bir də if yazın. If, bu səfər də ikincini yazıram. N-in 1000-ə bölünməsindən alınan tam hissə, 2-ni bərabər bölünmə, 7-dirsə, yenə desin ki, nə desəm o? Print uduşlu bilet dedim. Sonra şurası bu işarə gəldiyinə görə sığmayasın. Tutaq ki, bu ödənmədi, else keçdik, bu da ödənmədi. İndi baxın, təsəvvür edin ki, sonuncu rəqəm də 7 deyil, birinci rəqəm də 7 deyil. İndi keçirik burada ikinci rəqəm. İkinci rəqəm, o zaman yenə else-lə verəsiyəm. Else, yenə if-də. İkinci rəqəm hansı idi? Bu 6. Yəni ki, n-in 100-ə bölünməsindən, baxın, buradan yazıram, bax, yazıram. Tam hissənin 10-a bölünməsindən alınan qalıq 7-dirsə, yenə desin ki, printdə uduşlu nə? Bilet. Bu da dırnaqda yazılmalıdır təbii ki, sətr tipidir. Sonra ən sonuncusunda qaldıq. Deməli, baxın, bunu da elədik, bunu da elədik, bunu da elədik. İndi sonuncusuna gəlmişik. Tutaq ki, bu da olmadı. Yəni, heç bir, nə birincisi, nə sonuncu, nə də bu ədədi, bunu 7 deyil. İndi 8 olan yerdə. Əslində, mən bunları sırayla yazsam daha yaxşı olardı. Neysə, biraz qarışıq yazdım. Bu rəqəm görək 7-dirmi? O zaman yenə yazırıq ki, else, əks halda, deməli, n-in 10-a bölünməsindən, tam hissənin 10-a bölünməsindən qalıq
7-dirsə, de ki, nə? Uduşlu bilet. Uduşlu bilet. Sığmadı. Hə, deməli burada baxın bu mən else-dən sonra məlumat edəcək heç bir şey yazılmır. Bu əslində aşağıda olmalıdır, burada if-də olmalıdır. Bu if-dən sonra qoşan nöqtə. Burada bir dənə də else olur. Sığmadı təəssüf ki. Burada isə yazılır ki, uduşsuz bilet. Yəni ki, uduşsuz. Bir təhər sığdırmağa çalışım. Yəni ki, bu yuxarıda sadalananların heç biri olmasa, ən sonda deyəsiniz ki, uduşsuz bilet. Yəni bu sözləri biz məsələn bəxtini bir dahasına, nə bilim şansını bir dahasına bu tipli sözlərlə də əvəz eləyə bilərik. Fərqi yoxdur. Deməli suallarımız bu qədər. 3 dənə sual seçmişdim. Ümid edirəm ki, suallar xoşunuza gəldi, aydın oldu. Məncə çox gözəl və faydalı suallar idi. Sağ olun, görüşərik.